gəldik desə Azərbaycan Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer, dizayner kim? Gülnarə xanım Xəlilova bizim qonağımızdır ki, qoy onu indi qarşılayım. Sabahınız xeyir olsun Gülnarə xanım, xoş gəlmişsiniz. Həmişə olduğu kimi gözəl görünürsünüz. Çok sağ olun. Artıq dünyaki sizin şəklinizi də izləyəndə İnanın ki ben sizi darıxıram. Doğrudan gəlin, onunla niye gəlmirsiniz? Tez gəlin, gözləmin ki biz çağıraq sizi. Ki sizinle gün keçir, günü başlamaq sizinle. İnanın ki bize de çok maraqlı olur. Her dəfə nəsə yeniliklər də öyrənirik də sizdən. O da bize xoşdur. Buyurun. Hoş geldin. Yeniden sizi görmeye şadık. Hanımlar. Həmişə olduğu kimi gözəlsiz və əlinizdə nəsə görürəm bu Bu mənim sizin proqramda söhbət açdığım bir kataloqla bağlı. Həmin kataloq. Bəli, həmin kataloqdur ki, dedim ki, sizə də onu hədiyyə Ay gətirim. nə gözəl, nə gözəl. Burada milli geyimlərdir. Bəli, bu iyun Ay bu ayında. renk çalarlarına bax. İyun ayında təqdimatı 16-sında təqdimat oldu və sizin verilişdə bu haqda ondan öncə söhbət olmuşdu. Hələ ki kataloq hələ çıxmamışdır. Biz ondan öncə elə bir həftə öncə söhbət elədik. Sonra kataloq işığınızı gördü. Dedim hədiyyə olaraq gətirim sizə. Çox gözəldir. Orada renk çalarları diqqətimi cəlb etdi ki, orada hər renkdə var o göylə o qarışıq var. Geyimlərin bəli deqrade tonlar, yəni bir rəngin digər rəngə keçidi və zövqlü şəkildə keçidi çox maraqlıdır əlbəttə ki, xüsusi sifariş olunmuş parçalardır ki, məhz milli geyimlər üçün milli geyimlər üçün istifadə etdiyim parçalardır. Bunun hazırlığı neçə vaxt getdi? Ay, bu deyim ki, çox. Parçaları, istədiyim parçaların hazırlanması prosesi var idi. Onu mən bilirdim. Sonra yavaş-yavaş o parçalar əldə olunandan sonra onların tikiş prosesləri vardı ki, artıq bütün komanda şəklində bunun üzərində iş gedirdi. Sonra bu fotosesiyaların olması, sonra bunların, yəni bir hardasa 4-5 il alır bir layihə, həqiqətən bir 4-5 il. Amma layihə də layihədir də. Yəni adi bir şey deyil ki, deyəsən ki, hə, düzəltdim, düzdüm, qoşdum, alındı. Amma layihə böyük bir layihə oldu, istəyirsən ki, yaxşı olsun, nəticəsi yaxşı olsun. Əgər düşünürəm ki, əgər bu layihəyə əl atırsansa, deməli sizin keyfiyyətli olsun. Bəli, tələsməyə heç vaxt sevmirəm, səbirli insanam və düşünürəm ki, bugünə kimi də ürəyimdən keçən, arzu etdiyim hər şeyi əldə etmişəm. Bu nailiyyətləri, yəni çox şükür deyirəm bugünümüzə. Bunun əldə etmişsiniz və sonra düşünürsünüzmü hansısa bir layihə? Yoxsa layihələr çoxdur. İnanın, mən heç istirahət eləməmişəm. Bax, avqust ayında beynəlxalq müsabiqə keçirildi Azərbaycanda. Miss Union 2016 ilk dəfə olaraq Azərbaycanda keçirildi və bu müsabiqənin də Azərbaycan təmsilçisi tərəfdaşı və hal-hazırda layihənin Azərbaycan direktoru mənəm və inşallah ki bunun 2017 kastinglarının elanı veriləcək ki, bu kasting keçiriləcək və ikinci tədbir 2017-ci ildə Viyana şəhərində keçiriləcək. Artıq bu müsabiqənin adı Miss Union World, yəni dünya üzrə, yəni ilki bizdə başladı və ayağımız yüngül oldu, necə deyərlər, yəni artıq dünya layihəsi olacaq. Və ümumiyyətlə çox işlər görürük. Bu yaxından bizim, bilmirəm, xəbərlərdə də getdi, Paralimpiyanın açılışında bildiniz ki, bizim bayraqdarımız İlham Zəkiyev mənim hazırladığım milli geyimdə çıxmışdı və əlbəttə ki, bu təklif mənə Paralimpiya Komitəsinin prezidenti tərəfindən, İlqar Rəhimov tərəfindən gələndə mən çox sevindim və dedim, təki hamı sizin kimi bax belə bir fikirlə, bu cür düşüncə ilə, milli geyimimizə bu cür diqqətlə, ideya bəli, İlqar mənim tərəfindən gəldi və mən çox sevindim həqiqətən ki, nə gözəl. Kaş ki bunu hər zaman edək, çünki ilk dəfə idi. İlk dəfə idi ki, idmançı öz milli geyimində, bax, böyük bir idman arenasına ayağını qoyurdu və bu çox sevindirici hal idi. Ümumiyyətlə çoxdur. Bugün bir çox beynəlxalq layihələrlə məşğuluq ki, hələ açıqlamırıq. Hələ iş gedir. Bəli, nəticələr tam biləndə ki, hər şey nə yoldadır, yəni iş gedəcək, yəni dayanmırıq. Çünki biz bilirik ki, bizim çox modelyerlərimiz var, amma
sizin adınız gələndə bu milli geyimlər hamımızın gözünün qabağına gəlir və siz bunu necə deyərlər, gözəl təqdim edirsiniz Sevdirdik, və öz yəni, tərzinizdə və bu davam da edir. Çünki bizim layihəmiz olmuşdu yadında da, orada biz getdik. Mən daxil olanda o yerə, yəni sizin o məkana, oradakı milli geyimlərə görə hamısını, adam istəyir hamısını geyinsin. Novruz bayramı ərəfəsində. Bu şəraiti də siz də bizə verdiniz. Ona görə təşəkkür edirəm və belə layihələrdə yalnız sizin adınız çəkilir. Bu da çox sevindirici aldı. Çünki bilirsiniz, milli geyimi biraz düşünərək yaratmaq lazımdır. Biraz necə əldə etmək lazım deyil. İnansaz ki, mən hər o geyimin parçasına nə qədər yəni bahalı, gözəl, yəni yeni kolleksiya daha da, hər kolleksiya bir-birindən daha iş keyfiyyəti baxımından, parça keyfiyyəti baxımından, yəni necə gəldi görünüş olaraq etmirəm ki, görünüşü bu olsun yetər. Keyfiyyət, onun zövqlə hazırlanması bu çox önəmlidir və mən baxmayaraq ki 2000-ci ildən fəaliyyətə başlamışam modelyer dizayner kimi, məhz 2006-cı ildən mən milli geyimlərimizə daha diqqət artırmağa başladım və elə o gündən bu günə sevilirəm və məhz hamı da deyir ki milli geyim artıq siz deyirəm bizim mən hər cür geyimlər hazırlayırıq. Sadəcə milli geyimi artıq möhürünü elə vurmuşuq ki, əlbəttə ki, bu da sizlərin sayəsində, sizlərin sevgisi sayəsində, tamaşaçıların sevgisi sayəsində, sizlərin o geyimləri gözəl təqdim etməniz sayəsində. Bu çox önəmlidir. Yəni geyimi təqdim etmək də çox önəmlidir. Tamamilə razıyam. Söhbətimiz də davam edəcək Gülnara xanım, amma reklamlara biz ayrılmalıyıq. Gəlin birlikdə izləyək. Onsuz olmaz. Bəli, bir daha xatırladım ki, bizim qonağımız Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer dizayner Gülnara xanım Xəlilovadır ki, bizim burada söhbətlərimiz var, davam edir. Bəli. Söhbətlərimiz reklam vaxtında. Orada reklam geçsə də biz burada söhbət edirik, əlbəttə hər zaman. Və ümumiyyətlə bizə bir modelyer qonaq gələndə, özümüzdən asılı olmayaraq mütləq diqqət etirik onun geyiminə, görünüşünə. Və təbii ki, bizim də gözümüzdən qaçmadı bu sizin gözəl, maraqlı bir geyiminiz ki, qara və bunun içində yəqin ki, bəlkə də televizorda görünməz o naxışlar var. Hətta elə deyəlim ki, bizim o milli atributlara da oxşayır o naxışlar və bu gözəl, ən çox sevdiyim rənglərdən də biridir ki, bu gödəkçə kimi deyim, nə deyim, açıq rəngdir. Dəri gödəkçədir və görürsünüz tam belə əlvan açıq rozlu deyil, biraz elə bil ki, kirli biraz tonu var. Yəni ki, bu tonlar ümumiyyətlə yəni, o demək ki, nəticəyə gələk ki, indi artıq vaxtı aldır. Dəbdədir. Qara rəng zaten hər mövsümdə artıq dəbdədir və fakturalı parçaların və trikotaj parçaların məhz fakturlu olması, içərisində özündən naxışı, özü rəngdə, eyni rəngdə olub da üzərində naxışların olması və ya 2-3 rəngdən ibarət olan parçaların üzərində naxışların olması. Əlbəttə ki, etnik naxışlar artıq uzun illərdir ki, gündəmdədir, dəbdədir və rənglər, bax bu çəhrayının açığı olsun, mavinin açığı olsun, yaşılın bir çox tonlar var da ki, açıq tonlar və ya bir neçə qarışıq tonların ən açıq tonları var ki, bax bunlar hamısı gündəmdədir. Amma bilirik ki, biraz havalar soğuyan kimi nədənsə hamımızı biraz bu qara rəng özünə çəkir də. Özü də hava birdən soğuyanda, hələ ki hər şeyi yerbəyər eləməmsən axı, yayı qışdan ayırmamısan, biraz belə çaşırsan və hə, deyirsən, ən rahatdır, bunu götürüm, giyinim. Tam qara olmamaq üçün üzərinə bunu əlavə etməklə biraz rəngi açdıq. Çünki hər zaman mən xanımların qara rəng geyinməsinə çox əleyhinəyəm. Məhz o fikirdən qara rəng geyinmələrinin əleyhinəyəm ki, incə görünürük güya ki, amma yanlış bir fikirdir. Qara rəng hər zaman incə göstərmir. Çünki bəli, tamamilə yanlışdır və mən bunu öz işimdə dəfələrlə göstərmişəm canlı ki, baxın, başqa bir rəngdə, bu rəngdə gəlmişsiniz, digər rəngi geyindiyiniz zaman güzgüdən fərqə baxın, yəni nə dərəcədə dəyişmənizin. Yəni bunu insanlara dəfələrlə sübut etmişəm və ona görə də çalışmasınlar xanımlarımız bu qara rənglərə. Qara istəyirlər, yaxşı, göyün tündü var, qəhvənin tündü var. Sinəyinizdəki çox gözəl rəngdir ki, bu hər zaman aktual olan rəngdir. Sinəyinizdəki rəng çox hər zaman aktual olan rəngdir. Onların da tündləri var, açıqları var. Hər bir rəngin tündü və açığı var. Ya qara ilə aksesuarlar olar. Tündlər istifadə edin. Yəni hər zaman birdən bir məcbur
məclisə girirsən, qara belə çox insana qəribə gəlir. Hətta bəzən görsən incə də, orta ölçüdə, kök də hamı qaradadır. Heç olmasa incə xanımlar bunu etməsinlər. Yəni kök xanımların dərdini başa düşdük də, incə xanımlar bunu etməsin. Amma yanlışdır, tamamilə yanlışdır ki, qara rəng insanı incə göstərir.